9-cu əsrdə Buxaranı qorumaq üçün tikilən 11 darvazanın içində ən stratejisi məhz Səmərqənd darvazası idi. Çünki şərqin ən mühüm xətti Daşkənd və Fərqanəyə gedən İpək yolu hamısı bu qapıdan başlayırdı. Bu darvazanı keçmək Buxaranın elminə, ticarətinə, siyasətinə addımlamaq demək idi. Və qəribəsi odur ki, həmin giriş bugün mənim tam olaraq dayandığım Merkür Buxara otelin yerləşdiyi bu ərazidir. Bir vaxtlar burada təzə ədviyyat qoxusu yayılırdı. Buxara alimləri məhz bu yoldan çıxıb dünyaya gedirdi. Zaman dəyişib, darvazanın özü yoxdur. Amma yol hələ də eyni. Şəhərin ürəyinə aparan qədim ox kimidir. Darvazanın girişində çörək duası adlanan ənənə var idi. Kərvan başçıları darvazadan içəri girərkən Buxaranın təhlükəsizliyinə salam olaraq bir tikə çörək qırır, uşaqlara paylayırdılar. Bu həm bərəkət, həm də yolun uğuru simvolu sayılırdı. Bugün də Merkür Buxara oteli aşxanada əlavə qalan qidanı məhz qonşular arasında paylayır və bunun bərəkətinə çox inanırlar.